Salamlar, hər birinizi bu kürsüdən salamlamaq həqiqətən də böyük şərəfdir bugün. Hörmətli forum iştirakçıları, hörmətli həmkarlar. Bugün mən inklüziv təhsil barədə danışacağım. Böyük ehtimal ki, hər birinizin artıq son illərdə Bakı Slavyan Universiteti tərəfindən keçirilən inklüziv təhsillə bağlı tədbirlər barədə də məlumatınız var. Ümumilikdə Respublika səviyyəsində də inklüziv təhsillə bağlı yanaşmalar təhsilin bütün pillələrində əsaslı formada həyata keçirilir və çıxışıma başlamazdan öncə çox sevdiyim bir sitatla başlamaq istəyirəm. Bir siyasətçinin məşhur bir sitatı var. Bu, böyük xalqların talelərinin uşaq otağında reallaşdırılması ilə bağlıdır. Və bu sitat həqiqətən də həm valideynlik, həm də məktəbə qədər təlimin əhəmiyyətini bizim üçün çox ciddi formada vurğulayan bir məsələdir. Çünki uşaqların psixi sağlamlığı erkən yaşlardan etibarən formalaşır və burada valideynlərin və ailənin təsir etdiyi qədər eyni dərəcədə təsiri sadəcə orta təhsil deyil, əsasən məktəbə qədər təhsil verir. Mən psixoloq olaraq fəaliyyətimə 2015-ci ildə sağlamlıq imkanları məhdud uşaqlarla başlamışam və bir müddət onlarla çalışmışam. Və bu çalışdığım müddət mənim inklüziv təhsilə və ümumilikdə inklüziv cəmiyyət anlayışına diqqətimi çox artırıb. Bununla bağlı sizə bir sual vermək istəyirəm və düşünürəm ki, bu sual barədə hal-hazırda çox geniş müzakirələr aparmaq olar. Biz inklüziv təhsil barədə danışanda sizin ağlınıza, gözünüzün qarşısına, təxəyyülünüzə nə gəlir? Necə təsəvvür edirsiniz inklüziv təhsil anlayışını? Əla, xüsusi uşaqların iştirak etdiyi təhsil, yaxud sağlamlıq imkanları məhdud uşaqların sağlamlıq göstəricilərindən asılı olmayaraq bütün insanlara əlçatan olan təhsil forması bizim ağlımıza gəlir. Bununla bağlı bizim əsas diqqət etməli olduğumuz məqamlar var. Öz hər hansı bir xüsusi təhsil ehtiyaclarından asılı olmayaraq qrupun fəaliyyətində iştirak edə bilməsidir və bu iştirakı təmin edən əsas tərəf müəllimlər və məktəbə qədər təhsil pilləsində tərbiyəçilərdir. Bunun üçün mən biraz sizlə bugün daha çox psixoloji aspektdən uşaq davranışının necə izah olunması məsələsi barədə danışmaq istəyirəm və bizim adətən çox geniş mənada toxunduğumuz problemli davranış adlandırdığımız bir davranış forması var. Bu heç də həmişə sağlamlıq imkanları məhdud uşaqları əhatə etmir. Bu, tipik inkişaf eləyən, heç bir sağlamlıq çətinliyi olmayan uşaqları da əhatə eləyə bilir. Və bugün məndən öncə danışan hörmətli spikerlər qeyd etdilər bəziləri ki, cəza anlayışının tətbiqi bundan əvvəlki dövrlərdəki kimi real formada özünü göstərmir və tamamilə fərqli nəticələrə gətirib çıxarır. Burada sual yaranır, onda biz necə vəziyyəti dəyişdirə yaxud aradan qaldıra bilərik? Gəlin ilk öncə belə bir suala müraciət eləyək. Bu sual adətən inkar formadan verildiyi üçün anlayışı bizim üçün daha geniş aça bilir. Gəlin düşünək, inklüzivlik nə deyil? Yaxud inklüziv cəmiyyət və inklüziv təhsil nəyi nəzərdə tutmur? Son dövrlər müşahidə etdiyim əsas məqamlardan biri auditoriyalarda inklüziv təhsil barədə danışarkən bizim inklüzivlik haqqında danışanda daha çox mərhəmət duyğusunun önə gəlməsi, müəyyən müxtəlif bədii filmlərdə, hər hansı bir digər bədii yaradıcılıq məhsullarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakı zamanı daha çox mərhəmət, yazığı gəlmə, narahatlıq kimi faktorların önə çıxması üstünlük təşkil edir. Halbuki biz inklüzivlik barədə danışanda tamamilə bunun əksi olan bərabər imkanlardan danışırıq. Yəni, biz hər hansı bir sağlamlıq imkanları məhdud uşağa xüsusi qayğı göstərməyin ehtiyac olmadığı, xüsusi mərhəmətin lazım olmadığı, bunun əksinə ona müstəqillik verə biləcəyimiz və bu müstəqillik fonunda onun öz istəklərini, öz təxəyyül məhsullarını, öz təfəkkürünü formalaşdıra biləcəyi bir oyun mühiti və bir inkişaf mühiti yaratmağımızdır. Bunu təmin edə bilmək üçün bizim ümumilikdə necə olur ki, uşaqlar müəyyən cür davranır sualına cavab verməyimizə ehtiyac var ki, bu sualın əsasında duran
Məsələ belə deyək, daha doğrusu bu sual psixologiyanın predmetidir və bu suala cavab verməyə çalışsaq, biz funksional davranış analizi barədə danışa bilərik. Bu nə deməkdir? Gəlin düşünək. Əgər mən burada antisosial bir davranış tətbiq eləsəm, neyim? Məsələn, əsassız formada qışqırsam, tutaq ki, və yaxud da müəyyən qəbul olunmayan sözlərdən istifadə eləsəm, kimisə təhqir eləsəm, bu problemli davranış kimi nəzərdə tutulacaq və bunu mən eləsəm, mən məsuliyyətə cəlb olunacağam, düzdürmü? Çünki sosial normalar var və bu sosial normalarla bağlı mənim edib edə bilməyəcəyim məsələlər var. Amma əgər bir uşaq bənzər bir antisosial və yaxud da istənilən bir normativlərə daxil olmayan davranış tətbiq eləyirsə, biz adətən nə edirik? Və dayandırmaq üçün adətən dərhal nə edirik? Dərhal davranışı cəza vasitəsilə dayandırırıq, yaxud məhdudlaşdırma vasitəsilə dayandırırıq, düzdürmü? Qadağa qoyuruq, bəli. Amma əslində bu qadağalar heç də həmişə effektiv olmur. Demək olar ki, 70-80% hallarda effektiv olmur. Çünki burada uşaqların fərdi psixoloji xüsusiyyətləri rol oynayır. Bəs məsələni necə başqa cür həll edə bilərik sualında bizim iki əsas faktorumuz gündəmə gəlir. Birinci məsələ, gəlin bunları A, B və C kimi qeyd eləyək. Birinci sualımız ondan ibarətdir ki, ortadakı bölmə uşaq konkret olaraq nə etdi? Məsələn, yoldaşını vurdu. Tutaq ki, bu çox tez-tez rast gəlinən, xüsusən məktəbə qədər yaş dövründə çox tez-tez rast gəlinən çətinliklərdən biridir. Biz dərhal bu uşağa olmaz şəklində qadağalar qoyuruqsa və hətta bəzən niyə olmazı izah eləməyə çalışırıqsa, bu effektiv olmur. Sual yaranır, niyə effektiv olmur? Çünki biz axı dayandırırıq, ona göstəririk ki, olmaz və ona hətta izah eləyirik ki, olmaz. Çünki bizim neuropsixoloji tədqiqatlar göstərir ki, iradi tənzimə cavabdeh olan alın və təpə payları baş beyin qabığının adətən 6-7 yaşa qədər 6-7 yaş ətrafında formalaşması tamamlanır və 3-5 yaş aralığında olan, hələ ki emosional iradi tənzimi bacarmayan bir uşaq daxili impuls olaraq nəsə eləmək istəyi yarananda biz hətta ona uzun-uzun mühazirələr oxuyub uzun-uzun izahlar versək də ki, bu düzgün deyil, sən özünü onun yerində təsəvvür elə, gör bir o, necə narahat oldu və s. Növbəti dəfə yenə eyni impuls gələndə və yenə uşaq eyni davranış etmək istəyəndə sizin ona izah etdikləriniz onun yadına düşməyəcək. Çünki o bunu iradi tənzimləmə qabiliyyətinə fizioloji olaraq malik deyil və bunu bacarmır. Bunu bacarma ehtimalı da yoxdur və bu tamamilə əl çatan deyil. Bunu biz artıq məktəb yaş dövründə olan uşaqlardan gözləyə bilərik. Bu fizioloji göstəriciləri nəzərə aldığımız halda biz nə edək? Biz sual verək ki, bu davranışdan əvvəl nə baş verdi? Yəni davranışın motivi nə ilə əlaqəli idi? Necə oldu ki, uşaq buna ehtiyac duydu? Çünki biz bilirik ki, heç bir davranış funksiya olmadan mümkün deyil. Heç bir davranış sadəcə özlüyündə baş vermir. Və əgər biz bu suala cavab verə biliriksə və bu səbəbi görə biliriksə ki, nə baş verdi ki, uşaqda bu ehtiyac yarandı və o şəraiti dəyişə biliriksə ki, o baş verməsin, o halda davranışın dəyişmə ehtimalı yaranır. Bu birinci üsuldur. Yəni, davranışı dəyişmək üçün bizim birinci istifadə edə biləcəyimiz üsul, ondan öncə baş verəni təyin edib dəyişməkdir. İkinci eləyə biləcəyimiz üsul, ondan sonra baş verəni anlayıb dəyişməkdir. Məsələn, əgər müəyyən bir uşaq təlim fəaliyyətində, təlim prosesində deyək ki, məktəbə qədər yaşlı bir uşaq darıxır, ciddi formada darıxır və müəyyən hərəkətli, səsli reaksiyalar verməyə başlayırsa və bu sizə mane olur və siz prosesi dayandırırsınızsa, son nəticədə nə baş verir? Siz onun istədiyini reallaşdırmış olursunuz və bu davranışı möhkəmləndirirsiniz əslində. Və bəzi hallarda bu prosesin dayandırılması özü davranışın möhkəmlənməsinə səbəb olur. Gəlin bunu nümunə əsasında təyin eləyək. Gəlin təsəvvür eləyək ki, 5 yaşlı bir uşağımız var. Qrup işi zamanı materialları atır, qışqırır, qalxır, hərəkət edir. Və bu vəziyyətdə
bizim bu problemli davranış kimi biz nəzərdə tuturuq və biz dayandırırıq fəaliyyəti. Fəaliyyəti dayandırandan sonra uşaqla bəlkə söhbət aparırıq, bəlkə danışırıq, bəlkə izah eləyirik və ən son nəticədə bizi təəccübləndirən məqam olur ki, növbəti gün bu davranış yenə təkrarlanır. Bəs niyə təkrarlanır sualını verəndə bizim bayaq sizinlə danışdığımız 3 aspekt baxımından bu məsələni təhlil eləməyə çalışaq. Uşaq qışqırıb və materialı atması bu davranışdır, B bölməsidir. Bundan öncə nə baş verib deyə düşünək. Bundan öncə uşaq tapşırığı çətin olaraq qiymətləndirib, öhdəsindən gələ bilməyəcəyini düşünüb və dayandırmaq istəyib. Erkən yaşlı uşaqlarda bu çox geniş rast gəlinən məsələdir. Əgər tapşırıq onun gözünə çox böyük və çox çətin görünürsə, o dayanır və davam etmək istəmir. Bəs biz nə edirik? Onu fəaliyyətdən uzaqlaşdırırıq, yəni onun əslində qarşısına qoyduğu məqsədi reallaşdırmış oluruq. Yəni biz həm öncəki bölmədə, həm sonraki bölmədə bu uşağın əslində davranışının hansı funksiya yerinə yetdiyini icra eləmiş oluruq. O dayanmaq istəyirdi, biz də onu dayandırdıq. Bəs neynəsək daha uyğun olar? Tamamilə razıyam. Müxtəlif fərqli formalarla o tapşırığın çətinliyini azaldaraq, onu fərqli hissələrə bölərək, onu daha oyun şəklində, yəni sırf təlim şəklində deyil, daha uşağın təxəyyülünü və yaxud hər hansı bir digər rollu oyunlar şəklində ona uyğun formada təklif eləyərək bu problemli davranışın tamamilə qarşısını ala bilərik. Yəni bizim qarşımızda duran əsas faktor sırf cəza strategiyaları ilə əlaqəli olaraq hər hansı bir vəziyyəti tam qadağa şəklində və yaxud da tam məhdudiyyət şəklində aradan qaldırılmasını təmin eləmək yox, özümüzdə müəyyən bir adaptivlik və müəyyən bir yaradıcılıq inkişaf elətdirməkdir ki, uşaqların hər hansı bir xüsusi təhsil ehtiyaclarına və yaxud da fərqliliklərinə uyğun olaraq yaradıcı yanaşa bilib nələrsə dəyişdirə bilək. Mən düşünürəm ki, təhsil pillələrində, müxtəlif təhsil pillələrində ən çox yaradıcılıqdan istifadə olunması mümkün olan məktəbəqədər təhsildir. Çünki bu uşaqlar həddən artıq çox təxəyyüllərinin inkişaf etdiyi, yaradıcı təfəkkürlərinin bəlkə də pik səviyyədə olduğu bir dövrdə biz onlarla məktəbəqədər dövrdə işləyirik və bununla bağlı yaradıcı fəaliyyətlərin və adaptivliyin müəyyən dərəcədə müəllim adaptivliyinin inkişaf etdirilməsi həddən artıq nəticələr verə bilir. Və ən son əsas bir məqamı qeyd eləmək istəyirəm ki, bizim üçün inklüziv və adaptiv yanaşma hər hansı bir problemli yaxud çətin davranışı cəza ilə susturmağı nəzərdə tutmur. Biz əksinə bu davranışın niyə yarandığını təyin eləyib, həmin yaranma səbəblərini, yəni mühiti, şəraiti və özümüzü dəyişdirərək uşaqlar üçün daha optimal, daha uyğun təhsil mühiti yaratmağa çalışırıq. Əgər suallarınız varsa, cavab verməyə hazıram. Təşəkkür edirəm, çox sağ olun.